خیلی خوش geldin. Selam. Bugün sana 6 dəqiqə nin incini, sinni, vəhşiyana, karizmatik edebiləcək bir şeyə deyəcəyim. Belki deh bunda qabağa hiç kəs bunu bu şikdə sənə demik. Çox adam fikir edir ki, karizma nedir? Fikir edilir ki, cəzzab, gurmenگر باهوش gurmendiler. Xəfən olmaq qədir. Hamının difiqini cəlbə etməkdir. Bəzilər da fikr edir, nəticə edeyim ki, hemdən da bahuş, da cəzzab, da maraqani quzunum. Amma mən sənə bir şey deyəcəyim. Əgər istəsən maraqani bir adam olasan, maraqana bir adam olasan, fəqət maraqani gurnime çalışma qama olmaz. Çox adami gurmedini həqiqət. Həqiqət burdu ki, adamlar sənə o qədəh əhəmiyyət verməz. Bəd niyyətən yox, təbiət bildiyər. İnsan məğzi bir inə danışanda biyə fiklədir. Necə danışım ki, bahuş görünüm, niyə danışım ki, xəfən görünüm, necə özümü daha cəzzab göstərim. Bu düşüncə səni karizmatik etmir. Çünki hələ dəh fikrə edirsən ki, mühimsən, amma həqiqət başqadır. Sən mühim deyilsən. Narahat olma. Yəni nə? Yəni adamlar ən çox özlərin əhəmiyyət verirlər və bu təbiətdir. Karizmanın əsli sirri, əgər karizmatik olmağa istəyirsən, qarşıdakı adam karizmatik olduğunu hiss edir. Qavi o hisslənsini cəzzabdır. Solun bir insandır. Mühimdir. Karizma budur. Adamlar hiss edirsin ki, vaqət onları dindirirsən. Yalandan yox, edəb xatirinə. Yox, növbət sənin çatsıya deyə yox, vaqi ditməkə. Bugün insanları niyə sözdür, güldüğürü danışaq. Bugünün insanları o qədifəsiz olbara, o qədər figürlərə qədin qədər ki, biz pen dəqiqə vaqən söhbətə edir bilmərə, adam sözü dürlər. Bir nəfər onları vaqət dinmələrsinər. Əgər sən o adamlarsan, vaqən deyilsən və qarışırsan, dakinə mühim odunu qonu hiss edirsən. O adamın quzunda karizmatiki görünəcəksən. Məşhur bir misal, adi bir siyasətçi ilə qurşunda sonra fikrə itədim ki, on bahuş adamıdır, amma Abraham Lincoln ilə qurşunda sunur fikrə itidim ki, mən bahuş adamım. Fərqi qursun. Adi siyasətçi özünü mühim edir. Lincoln qarşısı dayaleti mühim edir və əsl karizma budur. Bütün diqqəti sənə verir və səni dünyanın mərkəzi kimi hissidir insani. Öz həyatımda bir xatirə. Mən bir riyazi müəllim var idi. Hələ dəh yadımdadır. Amma vaqən şagirdlər ehtiram qoyurdu. Bizə mühim o quzumuzu hissi edirdi. Huzur var idi, enerjisi müsbət idi. Hətta hazır yoxlayanda fərq edirdi. Çox müəllim deyirdi. Hər kim hazır, amma deyirdi, cənab
hazır, Cenab Rəhimi hazır. Qurusan adam rumək buridi. Fəqət müəllim üçün deyil. Fərz elə ustadsan, mürəbbisən, müdərrissən, karfərmasan, hər nəsən. Qarşındakı insan əhəmiyyət ver. Vaqeən dinə, onlara qur. Onlara mühim olduqlarını hiss elə. Fiillər müsbət huzurun olsun. Sonsuz marağı tərəfi budur ki, adamlar da bilə usfiyə cəzzab edirsin. Zihnləri də qırsın. Qarşındakı adamlar karizmatik, oqudun hissi edir. Çünki adamlar heç vaxt onları mühim xonu hiss edin insani otuzmat. Tamam.